Şəriət məsələlərdə təqlid, ehtiyat və ictihad. Hörmətli izləyicilər, bu təqdimatda şəriət məsələləri sizə sistemli şəkildə izah ediləcəkdir. Mövzular təqribən 6 müctəhidin rəyi əsasında müqayisəli biçimdə təqdim olunacaq. Hər hansı məsələ ilə bağlı müctəhidlərin hökmləri arasında fərq olduqda, həmin fərq ayrıca açıqlanacaq və müctəhidin adı qeyd ediləcəkdir. Əgər 6 müctəhidin hökmü eyni olarsa, bu hökm ümumi şəkildə təqdim ediləcək və hamısına aid sayılacaqdır. İslam etiqadına əsasən üsul dində təqlid qəbul edilmir. Lakin furuid dində, yəni şəriət və ibadət məsələlərində insanın təqlid, ehtiyat və ya ictihad yollarından birini seçməsi zəruri hesab olunur. Bu yanaşmaya görə insan yerinə yetirdiyi dini hökmün hansı dəlillə əsaslandığını bilmədikdə, həmin əməl etibarlılıq baxımından problemli ola bilər. Məsələn, dəstəmaz alma və ya dəstəmaz üzvlərinin yuyulması ilə bağlı hökmləri yerinə yetirən şəxs bu hökmün əsaslarını bilməlidir. Bunun üçün 3 əsas yol mövcuddur. 1. İctihad. Şəxs dini mənbələrdən hökm çıxarmaq üçün kifayət qədər elmi hazırlığa malik olmalı, dəlilləri araşdırmalı və nəticədə öz hökmünü müəyyən etməlidir. 2. Ehtiyata əməl etmək. Müctəhidlərin hökmləri fərqli olduqda, şəxs ehtiyatlı davranaraq bütün ehtimalları əhatə edən yolu seçməlidir. Məsələn, bir qrup müctəhid bir əməli halal, digər qrup isə haram hesab etdikdə, insan haram ehtimalını nəzərə alaraq həmin əməldən çəkinə bilər. Eyni qayda vacib və ehtiyat vacib hökmlərinə də tətbiq olunur. 3. Təqlid. Şəxs daha bilikli və səlahiyyətli müctəhidin göstərişlərinə əsasən əməl edə bilər. Bu halda onun dini praktikası seçdiyi müctəhidin fətvaları ilə müəyyənləşir. Nəticə olaraq, İmam Cəfər Sadiq fiqh məktəbinə bağlı olan şəxslər şəriət məsələlərində bu 3 yoldan birini qəbul etməlidirlər: müctəhid olmaq, ehtiyata əməl etmək və ya müctəhidə təqlid etmək. Hansı müctəhidə təqlid edilməsinin uyğun olduğu isə sonraki mövzularda ayrıca